Kanalda xoş gördük. Dostlar, bugün sizi Telegramda real pul qazandıran növbəti bir tətbiqlə tanış edəcəm. Hansı ki, həmin tətbiqdən mən artıq pul çıxartmışam və həmin tətbiq pul ödəyir. Belə, aşağıda linki yerləşdirmişəm dostlar. Linkə daxil oluruq. Təbii ki, Telegrama yönləndirir və proqram bizdə açılır. Gəlin proqramı bir dənə yeniləyək. Ümumiyyətlə, kim bilmirsə dostlar, burada bir də Telegrama daxil olmaq lazım deyil. Bu proqramı ana ekrana ata bilirsiniz. Burada yuxarıda sağda 3 nöqtə var. Onu basırsınız. Sazda yarlıq vurmaqla proqram, belə deyim də, yarlığı düşəcək telefonunuzda ana ekrana da həmişə həmin yer tıklanmaqla birbaşa sizi proqrama yönləndirəcək. Nəysə, gəlin bir dənə proqramı yeniləyək və işimizə başlayaq. Belə, əsas səhifə dostlar qlavımdır. Buradan proqramda pulu necə qazanırıq? Müxtəlif sosial platformalar var da. Məsələn, TikTok'dur, YouTube'dur, nə bilim, Twitter'də, köhnə Twitter'də, indiki X hesabdır və s. Bunlarda nə bilim, like edirik, retweet edirik, nə bilim, nəsə kommentar yazmaqla biz pul qazanırıq. Belə, ilk öncə dostlar, onu deyim ki, daxil olsun bu sağdan ikinci bölməyə, profil bölməsi. Bunun üzərinə tıklayaq. Burada gördüyünüz kimi bir neçə hesab var. Mən yalnız bura hələ ki X hesabımı, Discord hesabımı bağlamışam. Siz nə qədər çox hesabınızı bağlasanız daha çox, belə deyim də, tapşırıq eləyək, daha çox pul qazana bilərsiniz. Bu hesablarınızı bura bağlayırsınız. Bağlayandan sonra gəlirsiniz bu Zarabotok var, soldan ikinci bölmə. Bura tıklayırsınız. Burada misal üçün dostlar, gördüyünüz kimi indi X hesabına aid tapşırıq var, Telegram'a aid tapşırıq var. Burada dostlar vurursunuz, misal üçün X hesabına aid tapşırıqlar eləyək də. Və patpiska var, yəni ki, abunə olmaq. Abunə olduğumuza görə bir dəfə abunə olmaq bu 7 dənə GoMine coin-dən qazanır. GoMine, bu coin olmağına baxmayın dostlar. O belə coin kimi balansınıza düşür, amma həmin GoMine coin-ni daha doğrusu asanlıqla USDT falan nəyəsinizi çevirə bilirsiniz. Misal üçün, vurursunuz patpiska. Bunun üzərinə vurursunuz, patpiska çevirək, bizi yönləndirir X hesabımıza. Açılsın. Yönləndirəndən sonra dostlar, burada follow vururuq. Follow vurandan sonra qaydırıq öz hesabımıza. Və proverj zadaniya vurmaqla artıq 7 dənə gördüyünüz kimi GoMine coin-dən balansımıza əlavə olundu. Bu qayda deyən əsas ekrana qaydı. Gördüyünüz kimi dostlar, artıq balansımıza həmin GoMine coin-i əlavə olundu. Və burada dostlar, yəni gündəlik claim eləmək var. Onu da vurmaqla buradan da gündəlik coinləri biz hesabımıza götürə bilirik. İndi pulun, daha doğrusu bu GoMine coin-i necə çeviririk? İndi onu sizə başa salaq. Dostlar, bir də burada qaldı. Market bölməsi var. Marketdə dostlar, digər tapşırıqlar da var. Misal üçün Telegram var, nə bilim X var, başqa hesab. Bəzi tapşırıqlarda gördüyünüz kimi, misal üçün bu Telegram tapşırığında deyir screenshot da ver. Screenshot da verməlisiniz. Misal üçün abunə olursunuz. Abunə olduğunuzun screenshotunu verirsiniz və s. İndi tapşırığın dostlar, ətraflı özünüz, belə deyim də, baxarsınız hansı nələri sizdən tələb edirsə, həm screenshotu verərsiniz və yaxud da ki, bəzən deyir ki, filan tapşırığı elə, nə bilim, özünün profilinin linkini ver və s. Belə bu tapşırıq, bu cür etməklə, belə deyim də, coinlərimizi qazanırıq. Mən ən çox buradan X hesabından qazanıram coinləri, bu daha rahatdır, nəinki digərləri. Bir də dostlar, burada sazda zadaniya vurmaqla, misal üçün sizin özünüz də burada tapşırıq verə bilirsiniz. Bu qazandığınız GoMine və yaxud da ki, GoMine əlavə də ala bilərsiniz və yaxud da ki, qazana da bilərsiniz. Qazandan sonra bu GoMine coin-lə siz öz balansınıza da çəkə bilərsiniz və yaxud da ki, özünüz burada hər hansı bir reklam verə bilərsiniz. Misal üçün, TikTok hesabınıza və yaxud da YouTube kanalınıza falan. Dostlar, misal üçün, abunəçi istəyirsinizsə, buradan abunəçi ala bilərsiniz həmin coin-ni. Onu da deyim ki, dostlar, bu proqram nəyə görə yaxşıdır? Misal üçün, siz tapşırıq vermişsiniz ki, misal üçün də YouTube kanalıma 50 dənə abunəçi olsun. Sala bilsin, 50 abunəçi olur. Hər hansı biri sizin abunəliyinizdən çıxanda həmin insanın qazandığı coin onun balansından çıxacaq. Yəni dostlar, belə deyək də, sizin özünüzü götürək. Sizə hər hansı bir, burada bir kanala abunə olsa, sabah həmin kanaldan çıxsanız, abunəlikdən çıxsanız, sizin bu qazandığınız GoMine sizin balansınızdan çıxacaq. Ona görə dostlar, bu güvənilirdir. Yəni ki, hamı nəyəsə abunə olursa, elə olaraq da qalır burada. Ona görə daha effektivdir bu platformada işləmək. Hesab edək ki, dostlar, və burada mayın bölməsi var. Mayın bölməsi dostlar təzə açılıb, hələ heç nə yoxdur. Tezliklə yazıb nəsə verəcəklər. Onun barədə nəsə bir yenilik olsa deyəcəm sizə. Və əsas bizə maraqlandıran pul necə çıxardır? Burada kaşlok bölməsi var. Kaşlokun üzərinə vurursunuz.
bura öz X, daha doğrusu X nə idim? Telegramdakı kaştokunuzu bura bağlayırsınız. Bağlayandan sonra dostlar, burada summa yazırsınız. Minimum 1000 dənə GoMine olandan sonra 1000 GoMine dostlar 1 dollara bərabərdir. 1000 dənə GoMine olandan sonra dostlar siz artıq bunu belə deyim də bu vesti vurmaqla balansınıza çəkirsiniz və 24 saat ərzində balansınıza oturur və səhv eləmirəmsə 20 yoxsa 25 dənə belə GoMine-i sizdən komissiya kimi tutur. İndi gəlin dostlar, mən onu göstərim sizə. Öz kaştokumda da onu göstərim bir dəqiqə. Hə, dostlar gördüyünüz kimi mən kaştokuma çəkmişəm, 1000 dənə çəkmişdim, 981 dənə, 19 dənə GoMine coin məndən transaksiya haqqı və yaxud da komissiya kimi tutur. Gəlin üzərinə bıraq. Gördüyünüz kimi 1000 dənəsi 1 dollar eləyir, çıxıb yerdə qalıb 0.98, həm də təxminən 1 dollardır. Bunu da dostlar siz burada product vurmaqla istənilən coin, məsəl üçün USDT-yə və ya digər coin-ə asanlıqla çevirə bilərsiniz. Məsəl üçün məbləğ yazırsınız, nəyə bərabərsə dalə vurursunuz, digər coinləri çevirə bilərsiniz. Belə dostlar, çox yaxşı bir proqramdır, çox yaxşı bir platformadır, çox sadədir, elə də çətinlik bir şey yoxdur. Və dostlar, burada başqa nə qaldı sizə deməyə? Hər şeyi dedim, profil bölməsini dedim. Yəqin ki, dostlar, elə bir çətin bir şey yoxdur, hamısını bir-bir demişəm sizə. Market bölməsini dedim, əsas bölməni dedim, belə. Nəsə sualınız olsa dostlar, aşağıda kommentarda bildirin. Bir də dostlar, əgər imkan olsa aşağıda mənim WhatsApp kanalımız da var və Telegram kanalımız da var. Həmin kanallara da abunə olun ki, orada da nəsə bir yenilik olanda da orada da paylaşırıq. Belə dostlar, video baxdığınız üçün bir də hər ikisə təşəkkürlər, sağ olun.